Ağaoğullar, Azərbaycan və Türkiyənin bir əsrlik ictimai, siyasi və elmi həyatında daması olan bir ailə. Sorbon Universitetinin məzunu Şuşalı Frənk Əhmədin başlatdığı ailə estafetinin Türkiyədəki layiqli davamçılarından biri oğlu Səməd Ağaoğludur. 1909-cu ildə Bakıda anadan olan Səməd Ağaoğlu, ailəsinin 1910-cu ildə İstanbula köçməsindən sonra ilk və orta təhsilini burada, ali təhsilini isə Ankara Universitetinin Hüquq Fakültəsində almışdır. Fransanın Strasburg Universitetində aspirantura təhsilinə göndərilsə də, siyasi səbəblərə görə dissertasiya müdafiə edə bilmədən Türkiyəyə qayıtmışdır. Sənaye Nazirliyində Daxili Ticarət Baş İdarəsinin rəisi ikən dövlət məmurluğundan istifa verərək siyasətə atılmış, 7 yanvar 1946-cı ildə qurulan Demokrat Partiyasının idarəçilərindən biri olmuşdur. 14 may 1950-ci ildə keçirilən parlament seçkisində Manisa millət-vəkili seçilən Səməd Ağaoğlu, Adnan Menderesin 50, 54 və 57-ci illərdə qurduğu hökumətlərdə Əmək və Sosial Təminat Naziri, Dövlət Naziri və Baş Nazirin müavini vəzifələrini tutmuşdur. Bir dönəm hökumət sözcülüyü də yapmışdır. Müsahibimiz Səməd Ağaoğlu'nun Dövlət Naziri olduğu vaxtda Anadolu Agentliyində işləyən və Ağaoğlu ilə yaxın ünsiyyət olmuş Fəxrəddin Gülsevəndir. Səməd Ağaoğlu'nu siyasətdə göydən düşməyən adam kimi xarakterizə edən Fəxrəddin Gülsevən, onun atası Əhməd Ağaoğlu'ndan öyrəndiklərini siyasətdə məharətlə həyata keçirdiklərini vurğulayır. Fəxrəddin bəy deyir ki, Səməd Ağaoğlu dövlət naziri ikən Anadolu Agentliyi onun tabiçiliyində idi və buradakı kadrların çoxu müxalifətdəki Cumhuriyyət Xalq Partiyasının tərəfdarı idi. Qorxurdular ki, Səməd bəy onları işdən çıxarıb öz adamlarını gətirsin. Ancaq Səməd Ağaoğlu Anadolu Agentliyinin işçilərinə dedi: "Siz mənə atamdan yadigarsınız." Qeyd etmək yerinə düşərdi ki, 1921-ci ildə Mustafa Kemal Atatürk'ün qurduğu Anadolu Agentliyinin ilk baş direktoru Əhməd Ağaoğlu olmuşdur. Heç birinizin ayağına daş dəyməsinə razı olmaram. İşinizdə olun və Anadolu Agentliyinin iqtidarın səsi olmasına icazə verməyin. Agentlik demokratiyaya xidmət etsin. İktidar değişikliğinde Anadolu Ajansı'nın mensupları hepsi endişeye düştüler ki bizim işimize son verecekler mi? Hani bizlerin işine son verirseniz çok perişan olurum falan. O da demişti ki sizler bana babamdan hatıra kalan insanlarsınız. Hiçbirinizin herhangi bir endişeye kapılmasına gerek yoktur. Ama siyasete karışmayın, gidin tarafsız olarak ajansı yönetmeye çalışın diye telkinde bulunmuştu. Tabii. Ve gerçekten de hiç kimsenin burnunu kanatmadı, hiç kimsenin işine son vermedi. Yani öyle bir devlet adamıydı, sırf işte bilmem ne. Onların hepsi de Halk Partiliydiler. Tabii. İktidara karşıydılar. Yani muhalefet partisindendiler. Evet, onlar Halk Partiliydi ama hiçbir zaman Halk Partili dedi ya onların işine falan son vermedi. 27 may 1960-cı il hərbi çevrilişindən sonra Səməd Ağaoğlu da Menderes hökumətinin bəzi üzvləri və Prezident Cəlal Bayar ilə birlikdə həbs edilərək Marmara dənizindəki Yassı adaya göndərilir. Fəxrəddin Gülsevən deyir ki, Anadolu Agentliyinin davam edən məhkəməni izləmək üçün Yassı adada qurduğu mətbuat bürosunun rəhbəri mən idim. Gülsevənə görə Səməd Ağaoğlu'nun dediyi bir söz Yassı ada məhkəmələrinin onurğa sümüyünü təşkil etdi. Nə idi o söz, deyə soruşduq. Məhkəmənin canlı şahidi Fəxrəddin Gülsevənin cavabı: Səməd Ağaoğlu dedi ki, niyə hərbi çevriliş edib haqq hesabı bizimlə çəkirsiniz? Başqa günahkar yoxdurmu? Tribunal hakiminin cavabı belə oldu: sizi buraya gətirən qüvvələr belə istəyir. Gülsevən deyir ki, bu diyaloqdan sonra Yassı adadakı əcnəbi mətbuat nümayəndələri məhkəmənin sifarişləri yerinə yetirdiyini görərək oranı tərk etdilər. Dedi ki, sizi niye peki onlar da gelip hesap... Onlar derken kimi kastediyor? Diyor ki yani o gün içimizde olan bir Fethi Çelikbaş bilmem ne falan bizimle beraberdi. Ve onun yaptığı bilmem neyin hesabını şimdi bugün bizden soruyorsunuz. Ve o da gelsin hesabını versin. Niye gelip hesabını vermiyor? O da dedi ki sizi buraya tıkan kuvvet öyle istiyor. Tabii. Bunun üzerine de yabancı gazeteciler çekildi. Yabancı gazeteciler dediler ki bu peşin hükümlüdür. Çekti gittiler. Çok önemlidir. Yassıada məhkəməsinin jurnalist şahidi Fəxrəddin Gülsevənə görə orada Səməd Ağaoğlu'na verilən cəza ən çox diqqəti cəlb edir. Çünki 3 prokuror ona edam, 3 prokuror ömür boyu həbs, 3 prokuror isə 15 il həbs cəzası tələb etdi. Hakimlər bu 3 tələbin ortasına alaraq ömür boyu həbs cəzası verdi. Baş nazir Adnan Menderes, Xarici İşlər Naziri Fatih Rüşdü Zorlu
və Maliyyə Naziri Hasan Polatkanın 1961-ci il sentyabrın 16-sı 17-sində edam edilməsindən sonra Səməd Ağaoğlu və digər nazirlər Prezident Cəlal Bayar ilə birlikdə ömür boyu həbs cəzasını çəkmək üçün Kayseri həbsxanasına göndərilirlər. 1965-ci ildə elan edilən ümumi əfvdən sonra həbsdən azad edilən Səməd Ağaoğlu Süleyman Dəmirəlin sədri olduğu Ədalət Partiyasına üzv olur. 10 il millət vəkili olduğu Manisa vilayətindən gələn heyətlər Səməd Ağaoğlunun yenidən deputatlığa namizəd olmasını təkid edir və Ədalət Partiyası sədri və baş nazir Süleyman Dəmirəl Səməd Ağaoğlunu partiyanın sədr kontingentindən millət vəkilliyinə namizəd göstərəcəyinə söz verir. Fəxrəddin Gülsevənə görə Süleyman Dəmirəl Səməd bəyə qarşı oyun oynadı və son gün onu namizəd göstərə bilməyəcəyini açıqladı. Gülsevənin giləgüzarı seçilə bilsəydi, ölkə Ağaoğlunun təcrübəsindən istifadə edərdi. Dəmirəl ona oyun oynadı. Manisa'dan falan heyetler gelmişti. Biz gene Samet Ağaoğlu'nu istiyoruz diyorlardı. Manisa milletvekili değil mi? Evet, o Manisa milletvekiliydi. Demirel onlara demiş ki hayır siz onu bana bırakın, merak etmeyin, ben onu kendi şeyimle. Demirel de onu çağırdı, dedi ki efendim ben seni göstereceğim falan. O da demiş ki valla bu siyasettir, belli olmaz. Benim tecrübelerim vardır. Yalnız ben sizden rica ederim, eğer olmadığı takdirde beni vaktiyle haberdar edin de o zaman ben kendim belki müstakil olarak giderim dedi. Ama Demirel maalesef öyle bir şey yapmadı, buna oyun oynadı. Anladın mı? Göstermedi kendisi. Ondan sonra da bir telgraf çekerek bir gün evvel mi ne falan kendisine bildirdik efendim, imkan olmadı kusura bakma bilmem ne. O da onun üzerine oradan istifa etti. Seçilip pekala meclise girebilirdi. Tecrübelerinden anladın mı meclis yararlanabilirdi. Politika yararlanabilirdi. Demirel ona öyle bir oyun oynadı. Siyasetten uzaklaşan Səməd Ağaoğlu, siyaset tarihi ilə bağlı kitablar, xatirələr və eyni zamanda bədii əsərlər yazmışdır. Səməd Ağaoğlunun Babamın Arkadaşları, Arkadaşım Menderes, Marmarada bir ada, Daxili Künc kitabları dəfələrlə çapdan çıxmışdır. Sitarə adlı qızı, Təkdaş və Mustafa Kemal adında oğulları olan Səməd Ağaoğlu 1981-ci il avqustun 15-də vəfat etmişdir. Şuşalı Frənk Əhməd, Əhməd bəy Ağayev, Əhməd Ağaoğlu ilə başlayan məşhur ailənin Türkiyədəki taleyini izləməyə davam edəcək. Ailənin birinci və ikinci nəslini tanımış şahidləri tapmağa, üçüncü və dördüncü nəslin təmsilçiləri ilə üz-üzə görüşməyə çalışacaq. Şan şöhrət o yana dursun, ən azından ona görə ki, Profesör Əhməd Ağaoğlu son nəfəsinə qədər Qarabağ deyib, Şuşa deyib. Mais Əlizadə, Azadlıq Radiosu, İstanbul, Türkiyə.